Azərbaycan özünü sanksiyaların tətbiq edildiyi qonşu dövlətlərə qarşı mümkün gərgin ssenarilərə hazırlayıb. Bu fikirləri prezidentin köməkçisi, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada Qlobsek Forum 2025 çərçivəsində keçirilən tədbirdə söyləyib. Bir tərəfdə Rusiya-Ukrayna müharibəsi, digər tərəfdə isə İsrail-İran hərbi qarşıdurması mövcuddur. Biz bunu gözləyirdik və özümüzü müəyyən mənada yaxın şərqdən gələ biləcək yeni tsunamilərə, eləcə də sanksiyalar altında olan qonşularımıza qarşı mümkün ssenarilərə hazırlamışdıq deyə prezidentin köməkçisi vurğulayıb. Hikmət Hacıyev Azərbaycan Birləşmiş Ştatlar münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırıla biləcəyini də bildirib. Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün imkan var. Hazırki Birləşmiş Ştatlar administrasiyası ilə biz iki tərəfli münasibətləri tamamilə yeni səviyyəyə çatdırmaq üçün böyük fürsət görürük və düşünürük ki, bu əlaqələri hətta strateji tərəfdaşlıq nöqtəsinə çatdırmaq imkanı var. Çox təəssüf ki, Biden administrasiyası ilə bizim ünsiyyətimiz alınmadı və onlardan hər hansı bir strateji regional mövqe nümayişi görmədik. Lakin indiki administrasiyalar qarşılıqlı təşviq istəyini görürük. Donald Trump'ın ilk prezidentliyi dövründə onun iştirakı Transadriatik boru kəmərinin uğurunu təmin edib. Onun iştirakı, siyasi vurğusu həmin layihəni reallığa çevirdi və biz buna görə çox minnətdarıq. TAP hazırda Avropa enerji təhlükəsizliyinə səmərəli töhfə verir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan öz təbii qazını 12 ölkəyə ixrac edir və onlardan onu Avropa dövlətidir. Biz münasibətlərimizin coğrafiyasını daha da genişləndirməyi səbirsizliklə gözləyirik.